Azərbaycan Milli Konservatoriyası publik hüquqi şəxsi bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. Bir xəbər Media 32 gün istinadən xəbər verir ki, satın alma müsabiqəsinin qalibi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kommunal Xidmətlər Müəssisəsi MMC seçilib. Tərəflər arasında ümumi dəyəri 4505 manat təşkil edən müqavilə imzalanıb. Diqqət çəkən məqam isə odur ki, qalib gələn dövlət müəssisəsinin hazırda 10.321 manat məbləğində vergi borcu mövcuddur. Qanunvericiliyə görə isə vergi borcu olan müəssisələrin tenderlərdə iştirakı məhdudlaşdırılsa da, qurumun bu satın almada qalib elan edilməsi maraq doğurur. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Həmçinin bildirək ki, qurumun tabeliyindəki Kommunal Xidmətlər Müəssisəsi MMC-nin rəisi isə Ramsin Abdullayevdir. Azərbaycan Milli Konservatoriyasının rəhbəri rektor vəzifəsini sənətşünaslıq elmləri doktoru professor Ramilə Dadaşzadə icra edir.